Bismillah. Bürclərin 12 iyula ən şok proqnozu. Qoç, cəsarətli addımlar üçün münasib gündür. İş və maliyyə ilə bağlı gözlənilməz imkan yarana bilər. Buğa, pul məsələlərində diqqətli olun. Böyük xərcləri təxirə salmaq daha məqsədə uyğundur. Əkizlər, ünsiyyət bacarığınız sayəsində çətin görünən məsələni asanlıqla həll edə bilərsiniz. Yeni tanışlıqlar uğurlu olacaq. Xərçəng, ailə daxilində xoş xəbər və ya münasibətləri yaxşılaşdıracaq söhbət mümkündür. Duyğularınıza nəzarət edin. Şir, gün sizə enerji və özünə inam gətirəcək. Liderlik qabiliyyətiniz ön plana çıxacaq. Qız, planlı hərəkət etsəniz uğur sizinlə olacaq. Sağlamlığınıza və istirahətinizə diqqət yetirin. Tərəzi, sevgi və dostluq münasibətlərində gözəl sürprizlər yaşana bilər. Yeni əməkdaşlıq üçün əlverişli gündür. Əqrəb, gərgin söhbətlərdən uzaq durun. Sakit və düşünülmüş qərarlar sizə üstünlük qazandıracaq. Ox atan, səyahət, təhsil və ya yeni layihələr üçün uğurlu gündür. Maraqlı təklif ala bilərsiniz. Oğlaq, əziyyətinizin nəticəsini görməyə başlayacaqsınız. Rəhbərlik və ya nüfuzlu şəxslərin diqqətini çəkə bilərsiniz. Dolça, yaradıcılıq və qeyri-adi ideyalar uğur gətirəcək. Maliyyə baxımından sevindirici xəbər mümkündür. Balıqlar, intuisiyanız sizi doğru istiqamətə aparacaq. Tələsik qərarlardan uzaq durun. 12 iyulun ən şanslı bürcləri Şir, Dolça və Oğlaq. 12 iyulun ən gərgin bürcləri Buğa, Əqrəb və Xərçəng.